Salam dostlar, bugün sizin üçün ev təsərrüfatlarında, xüsusən həyətində heyvan bəsləyənlər üçün vacib olan bir məqamdan danışacağım. Deməli, bu iri buynuzlu malqara və ya kiçik baş heyvan saxlayan evlərdə bəzən görürsünüz ki, həyətə birə, bit, gənə dadanır. Onlar üçün mübarizə üçün ən effektiv vasitələrdən biri, bax bu gördüyünüz Niasitol adlı dərmandır. Çox zəhərli dərmandır. Bəri başdan deyim ki, məsəl üçün həyətinizə, bacanıza bit, birə, gənə dadanıbsa, bundan dezinfeksiya məqsədi ilə istifadə edə bilərsiniz. Amma müəyyən ehtiyat tədbirləri var, onları etmək lazımdır. Nə etmək lazımdır? Bütün itin, pişiyin yemək qablarını, su qablarını həyətdən yığışdırmaq lazımdır. Ümumiyyətlə insanlara aid olan şeylərdə. Bizdə burada tikinti sahəsidir. Sahibsiz pişikləri burada sahiblənmişdik. Onlardan sonra həyətdə belə bitlər, daha doğrusu birələrə rast gəlirik. Yəni diskomfort verir insanlara. Biz onlarla mübarizə üçün bu vasitədən istifadə edəcəyik. Dezinfeksiya məqsədi ilə, bax belə görürsünüz, 10 millilitrlik ampulalar olur, 10 millilitr. Bu ampulaların deməli dezinfeksiya məqsədi ilə 10 litrlik suya qatmaq olar. Yox, əgər görürsünüz ki, birələr həqiqətən çoxalıb, üstünüzə çıxırsa, yəni artıq burada öldürücü doza lazımdır. Öldürücü doza nədir? 5 litr suya 1 ampula, 10 millilitrlik ampula qatırsınız. 5 litr su təxminən deyək, bizdə burada inşaat vedrəsi var. Bunun hardasa yarısı deməkdir. Yarısından biraz da az. Bu təxminən 12 litr olar. Ancaq evlərdəki vedrələr 10 litrlik olur. Siz orada onun yarısını istifadə edə bilərsiniz. Su ilə doldurursunuz, sonra ampulanı boşaldırsınız ona. Boşaldırsınız, süd rəngi alacaq. Fikir verirsiniz. Süd rəngi alır. Sonra bunu qarışdırırsınız. İndi bizim əlimizdə o dezinfeksiya ilə məşğul olanların xüsusi vasitələri olmadığına görə onlar müxtəlif dezinfeksiya vasitələrindən istifadə edir. Biz adi süpürgə ilə, inşaatda olunan süpürgə ilə biz bunu bax belə qarışdırdıq, yaxşı. Və sonra bunu çiləmək lazımdır. Yaxşı qarışdırırıq ki, bu tam məhlul həll olsun. Bu 5 litr suda. Bizdə burada artıq öldürücü dozadır. Çünki birələrin aktivliyi müşahidə olunur. Demək, qapalı məkanlarla bağlı nə deyim? Təxminən 20 kvadrat yerə bir dənə belə ampula və 5 litr su kifayət eləyir 20 kvadrat yerə. Onu nəzərə alın. Ampulanın biri baytarlıq dükanlarında hardasa 1 manatdır. Belə yaxşı həll olandan sonra artıq bunu çiləmə yolundan özünüz də yaxa bilərsiniz həyətdə. Çalışırsınız ki, döşəmənin materialından asılı olaraq gölməçə kimi bir yerə yığılmasın. Yəni bu çilənsin və bir müddət həyət yuyulmasın. Evlərdə də bunu istifadə edəndə deməli qapı pəncərələri bağlayırsınız. Hardasa 2-3 gün əgər həmin otaq dezinfeksiya olunubsa bağlı saxlanılsın ki, tam effektini görəsiniz. Bu bit, birə, gənə və s. bu kimi parazitləri məhv eləyir. Bunları məhv eləyir. Öldürücü effekti güclüdür. Yenə deyirəm, öldürücü effekt üçün bir ampulanı 10 millilitrlik. Bax, bu elə bir ampulanı 5 litr suya qarışdırırsınız. Siz 5 litri təxminən də götürə bilərsiniz və ya o litrlik pet qablar olur. Kolalardan çıxan və ya adi sulardan çıxan. Onlar vasitəsilə ölçüb də götürə bilərsiniz. Dönə-dönə sizdən xahiş edirəm, əgər həyətinizdə pişik, it və s. bu kimi heyvanlar varsa, o dezinfeksiya işləri görən zaman mütləq onları ərazidən uzaqlandırın. Çünki çox zəhərli preparatdır. Onların tüklərinə qarışdıqda onlar tüklərini yalayırlar və bu zaman güclü zəhərlənmə baş verə bilər. Bu onların ölümünə səbəb ola bilər.
mütləq onları, yem qablarını, su qablarını ərazidən uzaqlaşdırırsınız. Sonra dezinfeksiya işlərindən məşğul olursunuz. Həmçinin insana aid qida, su, nə kimi vasitələr varsa onları da qapalı məkanları dezinfeksiya edən zaman otaqdan yığışdırırsınız. 2-3 gündən sonra bir 24 saatlıq oranın qapı pəncərəsini açırsınız ki, yaxşı havalansın. Təkrar məsləhətdir. Bir həftədən sonra bu prosesi bir də təkrarlayasınız daha yaxşı effekt üçün. Çünki o yumurtalardan çıxan parazitlər də yenidən məhv olsunlar və bu dərmanın effektini daha yaxşı görəsiniz. Hələlik bu qədər. Nə sualınız olsa 051 874 95 34 nömrəsinə WhatsApp-dan göndərə bilərsiniz. Uğurlar.